Azab trendler bugün sizlere sınav nömrə 4'ü izah edeceğim. Mövzumuz atmosfer ve iklimdir. Video başlamadan əvvəl kanalımıza abunə olub dəstək olsa sevinərik. Test 1'in izahına başlayaq. Xəritə sxemə əsasən sutkalıq temperatur amplitutunun az, bu birinciyə uyğun olacaq məntəqələrdir və bir də çox olduğu ərazidə müəyyən etmək tələb edilib. İlk öncə sutkalıq temperatur amplitutunun nə olduğunu xatırlayaq. Sutka ərzində qeydə alınan ən yüksək temperaturla ən aşağı temperatur göstərici arasındakı fərqə deyilir. Siz bilməlisiniz ki, bulutlu ərazilərdə sutkalıq temperaturu az olur. Ancaq quraq ərazilərdə, səhralarda isə bu göstərici böyük olur. Təqdim edilən məntəqələrdə də müvafiq olaraq baxsaz, xəritədə sol tərəfdəki iqlim xəritəsini qarşılaşdırsaz, belə ki, 1 rəqəmi və 4 rəqəmi ekvatorial iqlimdə olduğuna görə, ekvatorial da il boyu bulutlu olduğuna görə burada temperatur amplitudu az olur. Az olanları birinciyə qeyd edək, 1-4. Eyni zamanda 6 rəqəmi də qeyd edə bilərsiniz. Hansı ki, Antarktidada da gündüz və gecə vaxtı temperatur olduqca aşağı olur, fərq də kiçikdir. Beləliklə, az olanlar 1-4-6-dır. Amplitudanın böyük olduğu ərazilər isə, ikinciyə uyğun gələn məntəqələr isə səhraları götürəcəksiniz. Hansı ki, səhralara uyğun gələn məntəqələrdə, misal üçün 2 rəqəmi Afrikanın şimalında böyük səhraya, 3 rəqəmi Ərəbistandakı səhralığa və 5 rəqəmi də Avstraliyadakı tropik səhralara uyğun gəlir. Yəni 3 A'ya uyğun gəlir, quru tropikə. Beləliklə 2, 3 və 5 amplitudanın böyük olduğu ərazidir. B variantı doğrudur. Test 2'yə baxaq. Uyğunluğu müəyyən edin qeyd edilib. İl boyu alçaq atmosfer təzyiqi müşahidə olunur. İl boyu alçaq atmosfer təzyiqi ekvatorial iqlimi ilə mülayim iqlim qurşağında müşahidə edilir. Hansı ki, burada ekvatorial mülayim hava kütlələri il boyu hakim olur. Onlar da qalxın hava alçaq təzyiq yaradır. Buna uyğun gələn məntəqələr müvafiq olaraq Malakka yarımadası ola bilər. Diqqət edin, Malakka yarımadası bu ərazidədir. Və bu ərazidə bir rəqəmlə uyğun ekvatorial iqlim qurşağında yerləşir. 1. Həmçinin qeyd edə biləcəyimiz buna uyğun başqa bir məntəqə baxım görüm. Yoxdur, davam edək. 2'də nə yazıb? Yayda alçaq atmosfer təzyiqi müşahidə edilir. Yayda alçaq atmosfer təzyiqi subekvatorial iqlimi ilə subarktik iqlimdədir və ya subantarktik. Subekvatorial ilə subarktik. Subarktik və ya subantarktik edə bilərsiniz. Həm şimal, həm də cənub qütb ətrafı ərazidəki iqlim qurşağı. Təqdim edilən məntəqələrdən buna uyğun 2'ni qeyd edə bilərsiniz. Misal üçün Hindistan qeyd edə bilərsiniz ki, subekvatorial iqlim qurşağındadır. Gördüyünüz kimi 2 rəqəminə uyğun gəlir həmçinin. Subekvatorialda da yayda ekvatorial gəlir, yayda alçaq təzyiq olur. Başqa buna uyğun Cape York yarımadasını götürə bilərsiniz. Çünki Cape York yarımadası da Avstraliyanın şimalında 4 rəqəmlə qeyd edək. Subekvatorial iqlimdədir və subekvatorialda da bildiyimiz kimi yayda ekvatorial hava kütləsi təsir göstərir. 3-cüyə baxaq. Qışda alçaq atmosfer təzyiqi müşahidə edilirsə, söhbət subtropikdən gedir. Subtropik. Subtropik iqlim qurşağında yayda tropik yüksək təzyiq, qışda isə mülayim hava kütlələri təsir edir və alçaq təzyiq olur. Ona uyğun isə 3 Piriney yarımadası, diqqət edin, Piriney yarımadası bu hissədədir. Qeyd edək. Bir də 5 rəqəminə uyğun gələn Kiçik Asiya yarımadasıdır, Türkiyə ərazisi. Hansı ki, bunlar subtropik iqlim qurşağında, hətta Aralıq vilayətdə yerləşir. Beləliklə, doğru cavabımız Y variantıdır. Test 3'ə baxırıq. Musson mövsümü küləklərinin təsirinə məruz qalan ərazilər. Bilməlisiniz ki, musson küləklər Asiyanın şərqi, cənub-şərqi və cənub hissəsindəki ərazilər üçün, sahil boyu, sahilə yaxın ərazilər üçün sərcəvidir. A'da Rusiya doğrudur. Çünki Rusiyanın cənub-şərq hissəsi Saxalin adası və yaxud da ki, bu hissəsi üçün uyğundur. Çinin də şərqi üçün uyğundur. Ancaq Monqolistan burada pozur. Çünki Monqolistan materikin daxilindədir və musson küləklər gedib bura çata bilmir. Xatırlamaq lazımdır ki, yay mussonları bu arada okean üzərindən əsdiyinə görə bol rütubət gətirir. Qış mussonları isə qurudan əsdiyinə görə, qurudan okean əsdiyinə görə quraq olur. Davam edirik. B'də Çin yenə doğru qeyd edib, Çinin şərqi hissəsi. İndoneziya da doğrudur. Ancaq burada Avstraliya pozur. Cənub yarımkürəsində ümumiyyətlə biz mussonları görə bilmirik.
C-də Filippin, gəlin baxaq. Filippin bu hissədədir, doğrudur. Yaponiya doğrudur. Filippin Cənub-Şərqi Asiya, Yaponiya Şərqi Asiya doğrudur. Koreya da Şərqi Asiyadır və doğrudur. Beləliklə C doğrudur. D-də Braziliya, Çili və Peru, Cənubi Amerika, ümumiyyətlə bunların heç birində muson küləkləri mövcud deyil. Təsirinə məruz qalmır. Y-də İran pozacaq. İran yerləşdiyi əraziyə diqqət edin. Burada muson ola bilməz. Cənub-Qərbi Asiyadır. İraq da pozur, hansı ki İraq da bu ərazidədir. Muson küləklər olmur. Burada yalnız bir dənə Pakistan ödəyə bilər. Cənubi Asiya regionunda yerləşən Pakistan ödəyir. Dördüncü testə baxırıq. Cədvələ əsasən doğru bəndlər müəyyən etmək tələb edilib. Məntəqələrimizə diqqət edək. 1 rəqəmi ilə Dekan yaylası göstərilir, Hindistandadır. 2 Braziliya yaylasıdır, eyni adlı ölkədədir. 3 Avstraliyanın şərqindəki böyük su ağacı silsilədir, sahilə paralel. 4 Respublikamızdakı Kür Araz ovalığıdır. 5 Afrikanın cənub-şərqindəki Drakon dağlarıdır. 6 ABŞ ərazisindəki Mississippi ovalığıdır. Mississippi çay hövzəsində akkumulyativ ovalıqdır. Bizdən doğru bəndləri tələb edir. Birinci də 1 və 2 məntəqə qeyd edilir. 1 gördüyünüz kimi Dekan, 2 isə Braziliya yaylasıdır. Yəni Dekanla Braziliya yaylası üçün ilk öncə oxşar ifadəyə baxaq. Keçid iqlim qurşağında yerləşir. Hər ikisi gördüyünüz kimi subekvator iqlim qurşağında yerləşir və oxşar doğrudur. Fərqli isə yağıntılı dövr iyun-avqust aylarıdır. Bu da doğru təqdim edilir. Belə ki, subekvatorialda yayda ekvatorial gəlir, yağıntılı keçir. Dekan şimal subekvatorialdır və bunun yayı iyun-avqust aylardır. Amma Braziliya ekvatordan cənubda qaldığına görə buranın yağıntılı dövr yay ayları dekabr, yanvar, fevral olacaq. Beləliklə Dekanda iyun-avqustda, Braziliyada isə dekabr, yanvar, fevralda yağıntılar düşür, fərqlidir. Fərqli olan yerdə qeyd edilib. Biri doğru kimi götürürük. Bir olmayan variantları silə bilərsiniz. Davam edirik. Bir olanları saxladım. İkincidə 4-cü və 6-cı məntəqələrdən bəhs edilir. Kür Araz və Mississippi ovalığından təqdim edilib. Kür Araz, bir də Mississippi ovalığı. Ortaq cəhət kimi yay isti, quru, qışı isə rütubətli, mülayim keçir. Doğru yanaşmadır, çünki hər ikisi subtropikin kontinental vilayətində yerləşir və qeyd edə bilərik ki, belə olan təqdirdə İstər Aralıq dənizi, istər subtropikin kontinentalında yayda tropik gəlir, isti quru keçir və qış aylarında da mülayim hava kütləsi daxil olur, rütubətli keçəcək. Yay isti quru, qış isə rütubətli keçəcək. Bu ortaqdır. Fərqli kimi yayda enən, qışda qalxan hava kütlələri daxil olur yazıb. Biz bilməliyik ki, hər ikisində yayda tropik gəlir, bu bilirsiniz ki, yüksək təzyiq yaradır, enən havadır. Qışda isə bilirik ki, mülayim hava kütləsi gəlir, o da qalxan havada alçaq təzyiqdir. Əslində, hər ikisində yayda enən hava, qışda isə qalxan hava hökm sürür. Ortaq ifadədir, amma bizə fərqli lazım idi, ona görə 2 yanlışdır. 2 yanlışdırsa 2 olan variantı da silirəm, yerdə gedər. Davam edirəm. Növbəti, burada təqdim edilən 3-cüdə 3 və 5-ci məntəqələr. Böyük su ağacı və Drakon dağları, böyük su ağacı Avstraliyanın şərqində, Drakon isə Afrikanın cənub-şərqində yerləşir dedik. Ortaq cəhət kimi sahillərində rütubətli tropik iqlim vilayəti formalaşır. Gördüyünüz kimi hər ikisində həm Drakon dağının şərqində biz tropikin rütubətli 3B vilayətini görürük. Həm də qırıq-qırıq xətlərdən sağda böyük su ağacının da şərqində biz görürük ki, rütubətli tropik vilayət formalaşır. Ortaq doğrudur. Fərqli cəhət kimi 3 iqlim qurşağında yerləşir. Bu da doğru yanaşmadır. Belə ki, böyük su ağacının şərqində biz daha yaxından görsək, subekvatorial, tropik və subtropik iqlim olaraq 3 dənə iqlim qurşağı görürük. Amma Drakonda biz subtropik və tropik görürük. Fərqli olaraq fərqli yerdə qeyd edilməsi doğru verilib. 1 və 3 doğrudursa, deməli, avtomatik olaraq, daha doğrusu C-də gedəcək, çünki 3-cü yoxdur. A doğrudur. 4-cüyə diqqət edirik. 1-ci və 4-cü məntəqələr təqdim edilib, hansı ki, Dekan Hindistandadır, Kür Araz Respublikamızdadır və bunlar üçün ilk öncə oxşar ifadəyə baxaq. Tropik hava kütlənin təsirinə məruz qalır. Doğru yanaşmadır. Dekan subekvatorialdadır, yayda tropik gəlir, daha doğrusu yayda ekvatorial, qışda tropik gəlir, qış aylarında tropikin təsirinə məruz qalır. Kür Araz subtropikdədir, yayda tropik təsir eləyəcək.
Doğru yanaşmadır, ortaqdır, hər ikisi tropikin təsirinə məruz qalır. Fərqliyə isə çay, çəltik kimi isti rütubət sevən bitkilər becərilir. Bəli, bu fərqlidir, çünki bu ifadə qeyd edəcəksiniz ki, dekan yaylası üçün sərgərdir, kür ərazi isə çəltiyin becərilməsi üçün və yaxud da ki, çayın becərilməsi üçün əlverişli aqroiqlim ehtiyatları mövcud deyil. Deməli, beləliklə doğru cavab kimi 1, 3, 4 bayaq bildirdik. A doğrudur. 5-dəki xətaya baxaq. 2 və 5-ci məntəqələrdən bəhs edilir. Braziliya yaylası və yaxud da ki, Drakon yaylası təqdim edilib. Diqqət edək. Drakon yaylası burada idi. Braziliya yaylası da Cənubi Amerikada idi. Oxşar cəhəti sahillərində buxarlanma və buxarlanma qabiliyyəti arasındakı fərq azdır deyir. Bu doğru yanaşmadır. Əslində elə doğrudur, yerdə də yazılıb. Oxşar cəhətdir. Çünki Braziliya yaylasının sahilindən Braziliya isti cəryan keçir. Drakon dağların sahillərinin isə isti Mozambik cəryanı keçir. İsti cəryanlar da əlbəttə ki, qeyd edən hadisəyə səbəb olur. Fərqli ifadəyə cənub passatlarının təsirinə məruz qalmasıdır. Bu fərqli deyil, əslində ortaq cəhətdir. Bizə fərqli olmalıydı deyir. Belə ki, Braziliya yaylası da cənub passatının təsirinə məruz qalır. Passatlar tropik yüksək təzyiqdən ekvatorial alçaq təzyiqə doğru istiqamət dəyişməyən daimi küləklər idi. Eyni zamanda Drakon dağları da qeyd edə bilərik ki, onun şərq yamacı məhz cənub passatının təsirinə məruz qalmaqdadır. Ortaq yanaşma olduğuna görə fərqli verilən hissədə yazılıb, yanlışdır. Beləliklə cavab A-dır. 5-ci testə baxaq. Cədvələ əsasən bu səfər düzgün olmayan sıraları təyin etmək tələb edilir. Coğrafi obyekt olaraq ilk öncə Konqo çökəkliyindən bəhs edilir. Konqo çökəkliyi ilə bir rəqəminə uyğun təqdim edilib. Burada passatın təsirinə məruz qalır. Daimi küləklər passatda bilirsiniz ki, tropik yüksək təzyiqdən ekvator alçaq təzyiqə doğru əsir və şimalda sağa, cənubda küləklər sola meyl edir. Konqo ilə passata məruz qalması doğru qeyd edilib, amma yanlışları bizdən istəyir. Ona görə bir olanları silirəm. A və B getdi. Davam edirik. Kaliforniya yarımadası. Kaliforniya qərb qeyd edilib. Bir dəqiqə. Kaliforniya yanlış yazılıb. Qərb küləklər bilməliyik ki, Şimali Amerikada xüsusilə də tropik yüksəkdən mülayim alçağa doğru əsir. Qərb küləklər bu istiqamətdə xüsusilə də Alyaska körfəzi sahillərinə təsir edəcək. Amma Kaliforniya yarımadasının olduğu ərazi bu hissədir. Bu hissə isə daha çox tropik küləklərin təsiri altında olacaq. Deməli, biz burada tropik küləklərdə tropikdən ekvatora əsən küləklər demək istəyirəm. Yəni, burada passat deyə bilərdiniz. 2 yanlışdır. Sonra 3-də Filippin adaları qeyd edilib. Gəlin baxaq, Filippin hardadır? Filippin bu ərazidadır. Bu ərazi Asiyanın cənub, şərq və şərqi hissəsi. Bilməliyik ki, daimi küləklərdən daha çox mövsümi külək olaraq mussonun təsiri altındadır. Burada hər hansı bir daimi külək işarələməsi doğru deyil. Musson qeyd edilməlidir Filippin üçün. Davam edirik. 2-3 yanlışdırsa buna uyğun artıq bir variantımız qalır. D variantı doğrudur. Qrenlandiyada həqiqətən də daimi külək olaraq şimal şərq küləyin təsiri altındadır. Doğrudur, bilirik ki, şimal qütbündə, qütb yüksəkdən mülayim alçağa doğru əsən küləklərə biz nə deyirik? Şimal şərq küləklər deyirik. Qrenlandiya adası da məhz onun təsirinə məruz qalan ərazilərdəndir. Doğrudur. Davam edirik. Doğrudursa silirdik. Bretan yarımadası hansı ərazidədir? Bretan bu Fransanın bu hissəsindəki ərazidir. Hansı ki, bu ərazilər də tropik yüksək təzyiqdən mülayim alçaq təzyiqə doğru əsən qərb küləklərin təsiri altındadır. Yadda saxlamaq lazımdır ki, qərb küləkləri Atlantik okeanından ta Avropada Ural dağlarına qədər qitənin rütubətlənməsində böyük rol oynayır. Elə qərb küləkləri də doğru şəkildə qeyd edilib. 6-dakı xətaya baxaq. Böyük Britaniya adası, o da Bretan yarımadası kimi qərbi Avropada o digər ərazilər kimi qərb küləkləri olmalıdır. Burada isə passat qeyd edilib. Passat ola bilməz. 6 buna görə yanlışdır. Bretan adaları buradır. 6-cı rəqəmlə qeyd edək bu ərazi. O da məhz qərb küləklərin təsiri altında olan ərazilərdəndir. 6 nömrəli testə diqqət edək. 2 iqlim qurşağında yerləşən ada və dövlətləri müəyyən edin. A variantında Madagaskar qeyd edilib. Madagaskar gördüyünüz bu ərazidir. Şimalı subekvatorial, cənubu isə tropikdir, doğrudur. Amma Böyük Britaniya isə pozur, çünki Böyük Britaniya yalnız mülayim iqlim qurşağındadır, bir iqlim qurşağındadır. Filippin bu arada ödüyü cənubu ekvatorial, şimalı subekvatorialdır. A Britaniya görə pozdu. B-də Kuba adası. Kuba adası gördüyünüz bu hissədədir. Yalnız tropik iqlim qurşağında yerləşir, o yüzden pozur. Həmçinin İrlandiyada, Britaniya bölündəki bu adada deyəcəksiniz ki,
yalnız mülayim belə deyək də iqlim qurşağındadır. İslandiya isə yalnız subarktika uyğun gəlir. B-də deməli hər birisi pozdur. C-də Yaponiya doğru qeyd edilib. Belə ki, Yaponiyanın ərazisi budur. Şimalı mülayim, cənubu subtropikdədir. Doğrudur. Bruney Sultanlığı. Bruney kiçik bir ərazidə yerləşən dövlətdir. Kalimantandadır. Bu pozur çünki yalnız ekvatorial iqlimə uyğun gəlir. Təxminən bu hissədədir. Yamaykada bu arada yalnız və yalnız elə Kubanın böyründəki bu kiçik ada dövlətdir. Kubadan aşağıda. O da yalnız tropik iqlim qurşağında yerləşir. D variantında Yaponiya doğru qeyd edilib. Az öncə də işarələdiyimiz kimi şimalı mülayim, cənubi subtropik doğrudur. Madagaskarda bayaq bildirmişdik, doğrudur. Şimalı subekvatorial, cənubi tropik iqlim qurşağı. Şri-Lankada doğrudur. Hindistanın cənubundakı Şri-Lanka adası. Şimalı subekvatorial, cənubi isə ekvatorial iqlimə uyğun gəlir. Bizim də cavabımız elə D-dir. Y-də İrlandiya pozur demişdik. Britaniya böyründəki İrlandiya adası. Qeyd edə bilərsiniz ki, yalnız və yalnız mülayim iqlim qurşağında yerləşir. Yaponiya bizim cavabımızı ödəyir. Kuba isə o da pozacaq. Belə ki, Kubada yalnız və yalnız tropikə uyğun gələcək. Y-də buna görə səhvdir. 7 nömrəli testə baxaq. Sxemdə B məntəqəsinin atmosfer təzyiqi 360 mm civəstondur. Qeyd edək, 360 mm civəstondur. Kəsmə yüksəkliyi tapmaq tələb edilir. Dəniz gördünüzsə ilk öncə siz bura dəniz üzərindəki normal təzyiqin 760 mm civəston olduğunu bilməli və onu qeyd etməlisiniz. Edəcəyimiz birinci addım bunlar arasındakı təzyiq fərqinə baxmaqdır. Böyükdən kiçiyə çıxırsınız. Bu da edir 400 mm civəstonu. Təzyiq fərqi hər 10 metr qalxanda siz bilməlisiniz ki, hər 10 metr qalxanda 1 mm civəstonu azalır. Bəs 400 mm azalması üçün neçə metr qalxmışıq? Civəstonu qeyd elədik. X metr yazırsınız. Sadə tənasübümüzü çarpaz hesablayanda görəcəksiniz ki, onu 400-ə vuracaqsınız. Bu da eləyəcək 4000 metr. Beləliklə A və B arasında 4000 metr hündürlük fərqi var. Bu edəcəyimiz ilk addım idi. Daha sonra bizdən kəsmə yüksəkliyi soruşduğuna görə siz aradakı boşluqlara baxırsınız. Bu arada dənizdən hesablayacaqsınız. Bu 1, 2, 3, 4 və 5. 5 kəsmə yüksəkliyi olduğuna görə sonda kəsmə yüksəkliyi tapmaq üçün aldığınız məntəqələr arasındakı hündürlük fərqi B və dəniz arasındakı 4000 metrlik hündürlük fərqini böləcəksiniz aradakı kəsmə yüksəkliyi sayına. 5 dənə kəsmə yüksəkliyi var. Bu da edir 800 metr. Doğru cavab C variantı. 8-ci testə diqqət edək. Cədvələ əsasən doğru sıraları müəyyən edin deyir. İqlim, subarktik iqlim ərazisinə uyğun olaraq Jutlandiya yarımadası təqdim edilib. Gəlin baxaq. Jutlandiya yarımadası Danimarkanın olduğu bu ərazidir. Və bizdən də doğru cavab istədiyinə görə Jutlandiya subarktik iqlimdə yerləşmir. Bu yanlışdır. Mülayim iqlim qurşağında yerləşir. Bir olan variantlarda silirsiniz. Davam edək. 2-də mülayim kontinental iqlim, yəni söhbət 5B-dən gedir. Şərqi Avropa düzənliyi yazıb. Bu arada mən aşağıda iqlim qurşaqlarının vilayətlərlə də tanış edeyim. Mülayimin 4 dənə vilayəti var. Söhbət mülayim kontinentaldan gedir. Hal-hazırda 2-ci sətirdə. Buna uyğun ərazilərdən biri də Şərqi Avropa qeyd edilib. Doğrudur. Taxılçılıq, kartofçuluq, hətta əlavə olaraq şəkər çuğunduru əkinləri də, kətançılıq da misal üçün bu regionda əkilən əsas bitkilər kimi doğru şəkildə qeyd edilmişdir. 2 olan variantı saxlayırıq. Zaten bizim Y və D-də 2 ilə başladığını görürdük. 3-də subtropik kontinental vilayəti təqdim edib. Yəni aşağıda sizə subtropikin kontinental vilayətinin hansı hərflə təqdim edildiğini tanış edim. Subtropik bu açıq sarı rəngdə və onun kontinentalı 4A ilə təqdim edilib. Xüsusilə də bizə təqdim edən ərazi Turan ovalığıdır. Turan ovalığı Xəzərin şərq hissəsindədir. Onun bir hissəsi subtropikin kontinentalı, şimal isə mülayimin kəskin kontinental vilayətinə uyğun gəlir. Əlbəttə ki, bizim bu ərazimiz yarım səhra və səhra landşaftı ilə örtülüdür. Amudərya və Sırdəryadan istifadə edərək, bu çaylardan istifadə edərək pambıqçılıq inkişaf etdirilir.
Yadda saxlamaq lazımdır ki, quraq ərazilərin əsas heyvandarlıq sahəsi kimi qoyunçuluq qeyd etmək olar. Xüsusilə də Özbəkistan bu sahədə Türkmənistan seçilir. Qaragöl, zərif yunlu qoyun cinslərinin yetişdirilməsi sahədə dünyada fərqlənirlər. 2-3 doğrudursa, yenə də bizim hələlik variant seçməyimiz mümkün deyil. 4-ü də oxuyaq. Tropik dəniz vilayətinə uyğun olaraq Kuba adası təqdim edilib. Tropikin dəniz vilayətini hərf olaraqsa göstərək. Tropik iqlim qurşağının rütubətli, yəni dəniz vilayəti 3B ilə təqdim edilib. Bu ərazilərdən biri də Kuba adasının olduğu ərazidir. Gördüyünüz kimi 3B bura qədərdir, 40-40 xəttə qədər. Davam edirik. Şəkər çuğunduru qeyd edilib. Bu yanlışdır. Siz bilməlisiniz ki, tropik ərazilərdə aqroiqlimə daha çox tələbkar olan şəkər çuğunduru yox, şəkər qamışı əkilməlidir. 4 buna görə yanlışdır. O yüzden də C də səhvdir. Doğru cavab avtomatik olaraq Y variantı edir. 5-də gəlin baxaq. Subekvatorial iqlim qurşağına ərazi olaraq Hind-Çin yarımadası qeyd edilib. Subekvatorial bizim bu xəritəmizdə 2 rəqəmlə uyğun ərazidir və xəritəmizdə də Hind-Çin yarımadası görürsünüz bu ərazidir. Həmin bu ərazidə də müxtəlif bitkiçilik sahələri var. Aqroiqlimlə il boyu zəngindir. Həm şəkər qamışı əkiləcək, əlavə olaraq çay, çəltik plantasiyaları geniş yayılmışdır və doğru şəkildə də 2, 3 və 5 Y düzgün verilmişdir. 9 nömrəli test tapşırığına baxaq. Buxarlanma və buxarlanma qabiliyyəti arasındakı fərqin böyük olduğu yarımadalar müəyyən edin deyir. Buxarlanma nədir? Müəyyən temperaturun təsiri ilə su səthində qalxan rütubətin qramla miqdarıdır və yaxud da ki, suyun maye haldan buxar hala keçmə prosesidir. Buxarlanma qabiliyyəti isə müəyyən temperaturda maksimum buxarlana biləcək suyun miqdarına deyilir və temperaturla düz mütənasibdir. İsti ərazilərdə qabiliyyəti yüksək olur. Xüsusilə də səhralarda bu göstərici maksimum 2000-2500 millimetrə çata bildiyini biz bu xəritədən də görə bilərik. Ancaq qütbə getdikcə temperatur azalır və buxarlanma qabiliyyəti və yaxud da ki, buna mümkün buxarlanma deyirik, azaldığını müşahidə edirik. Eyni zamanda dağın ətəyinə zirvəsinə qalxanda da eyni prosesi müşahidə edə bilərsiniz. Fərq böyükdürsə, siz bilməlisiniz ki, aradakı fərq ərazinin quraqlıq dərəcəsini göstərir. Yəni, nə qədər fərq böyükdürsə, ərazi o qədər quraqdır. Qısacası, siz verilən şərtə əsasən quraq ərazilər olan Kaliforniya, Ərəbistan və Somaliya olaraq əraziləri seçməliydiniz. Beləliklə, doğru cavab A variantı edir. Rütubətli ərazilərdə isə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq kiçik olur. Test 10-a diqqət edək. Dağın ətəyində 720 metr hündürlükdə temperatur 25,2 dərəcə Selsi, zirvədə isə -2,4 dərəcə Selsi olarsa, dağın mütləq və nisbi hündürlüyü müvafiq olaraq müəyyən edin. Burada sizlər üçün belə bir relyef təsvir etdim. Qeyd edilmişdir ki, dağın ətəyində təxminən 700 metr hündürlükdə. İndi dağın ətəyi bu şəkildə belə qeyd edək və müsbət 25,2 dərəcə Selsidir. Zirvədə isə temperatur göstərici -2,4 dərəcədir. Siz bilməlisiniz ki, ilk öncə biz burada temperatur fərqini tapmalıydıq. Ətək zirvə arasındakı temperatur fərqinə baxası olsaq, qeyd edək, 25,2 çıxılsın -2,4. Mənfilər əlbəttə ki, toplama verəcək, bu da eləyəcək 27,6 dərəcə. Deməli, bizim dağın ətəyi ilə, ətək buradır, zirvə gördüyünüz bu isə, arasında temperatur fərqi 27,6 dərəcədir. Daha sonra tənasib qururuq görək bu nə qədər hündürlük fərqi verir. Bilməlisiniz ki, hər 1000 metrdə 6 dərəcə Selsi yuxarı qalxanda azalır. Bəs neçə metr qalxanda 27,6 dərəcə Selsi azalacaq. Buna da x metr qoyursunuz. Buradan da x-i tapanda 1000-i 27,6-ya vurub 6-ya böləcəksiniz, eləyəcək 4600 metr. Yəni biz ətəkdən 4600 metr yuxarı qalxsaq zirvəyə çata bilərik. Bizdən də ilk öncə dağın mütləq hündürlüyü, yəni zirvənin hündürlüyünü istəyir. Bunu tapmaq üçün də əlbəttə ki 4600-ün üzərinə ətəyin hündürlüyü 720 metr gələrsiniz. Bu da eləyəcək 5320 metr. Bu bizim zirvənin olduğu hündürlükdür. Ətək isə 720-dir. Nisbi hündürlük bizdən istəyir. Nisbi isə ətəklə zirvə arasındakı fərqdir. Zirvə 5320-dirsə,
Aradakı fərq nisbi hündürlükdür. Bundan bunu çıxanda əlbəttə ki, az öncə üzərinə gəldiyimiz ədədi tapırıq. 4600 metr. Müvafiq olaraq 5320 zirvəmiz, mütləq hündürlüyümüz, 4600 isə nisbi hündürlüyümüzdür. Hələlik videomu burada dayandıracağım. Digər 20 ədəd testi isə tezliklə paylaşım edəcəm geniş şəkildə.